İraqı zirvəyə qaldıran, sonra isə öz əlləri ilə məhv edən adam. Səddam Hüseyn. Tikrit yaxınlığında kiçik bir kənddə günorta saatlarında Amerika əsgərləri bir informatorun göstərdiyi nöqtəyə yaxınlaşır. Ərazi mühasirəyə alınır və hər yer diqqətlə axtarılır. Amma heç kim tapılmır. Elə bu anda əsgərlərdən birinin diqqətini torpağın içindən çıxan nazik bir kəndir çəkir. Və o kəndiri dartdıqda yeraltı gizli sığınacağın qapağı açılır. İçəriyə əl qumbarası atmaq istəyirlər, amma o anda torpağın altından qəfil iki əl qalxır. Ardınca uzun saqqallı, yorğun və tozlu geyimli bir kişi yavaş-yavaş yuxarı çəkir. Əvvəlcə ərəbcə nəsə deyir, sonra isə ingiliscəyə keçərək sakit səslə "Mən İraq prezidentiyəm. Danışmağa hazıram" deyir. Amma artıq danışacaq heç nə qalmamışdı. Çünki qarşılarında duran bu adam bir zamanlar dünyanın ən güclü ordularından birinə sahib olan, milyonları qorxu ilə idarə edən, öz qanı ilə Quran yazdıran, qonşu ölkələrə qarşı kimyəvi silah istifadə edən və 24 il boyunca bir ölkənin taleyini tək başına müəyyən edən Səddam Hüseyn idi. Amma indi onun nə ordusu var idi, nə hakimiyyəti, nə də gücü. Bu videoda biz bəziləri üçün qəddar diktator, bəziləri üçün isə güclü lider hesab olunan bu adamın İraqı necə zirvəyə qaldırdığını və sonra necə öz əlləri ilə məhv etdiyini addım-addım görəcəyik.